vətəndaş məmnuniyyəti, insanlarımızın məmnuniyyəti səhiyyə sahəsində çox vacibdir, ən vacibdir. Əgər bir pasientlərimiz burada məmnun olmursa, nə qədər yaxşı iş görək, bunların hamısı boşa gedir. Əgər səhiyyə bir orqanizmdirsə, səhiyyə menecmenti onun beynini təşkil edir. Bu gün sizə görünməyən, amma insan həyatını birbaşa təsir edən bir sahədən danışmaq istəyirəm. Niyə səhiyyə menecmenti? Səhiyyə menecmenti təsadüfən seçilən bir sahə deyil. Çünki bu, birbaşa insan həyatı ilə qərarvermə arasında ortaq mərkəzdə toplaşan bir idarəetmə formasıdır. Səhiyyə menecmenti dedikdə biz xəstəxanalar, klinikalar, bunların idarəetməsini düşünürük, amma əslində elə deyil. Səhiyyə menecmenti səhiyyə ilə əlaqəli ola biləcək bütün tip səhiyyə qurumlarını əhatə edir. Və burada verilən hər bir qərar birbaşa insan həyatına, insan sağlamlığına, keyfiyyətli insan sağlamlığının həyatının davam etməsi istiqamətində birbaşa təsir edən vacib amillərdən biridir. Çox vaxt səhiyyə deyiləndə insanlar həkim, tibb bacısı, müalicə işi bu istiqamətdə fikirlər yürüdürlər. Lakin belə deyil. Bunun arxasında idarə edən, planlayan, hesablayan, gələcəyi götür-qoy eləyən bir idarəçi, bir rəhbər durur. Bu istiqamətdə səhiyyə menecmenti digər menecmentlərdən fərqlənir. Nümunə üçün deyə bilərəm ki, digər menecmentlərdə klassik idarəetmə formatları ilə getmək doğru olur. Lakin səhiyyə menecmentində belə deyil. Səhiyyə menecmentində verilən qərarlar bəzən bir neçə dəfə düşünmək lazımdır. Çünki burada verilə biləcək hər bir qərar birbaşa insan həyatına, insan sağlamlığına təsir edir. Bu gün üçün biz deyə bilərik ki, səhiyyə menecmenti, səhiyyə menecerləri həkimlik ixtisasından yanaşı, eyni zamanda menecment, səhiyyə menecmenti bu istiqamətdə də təhsil almaqları məcburdur, zəruridir. Çünki tək həkim ixtisası oxuyan bir rəhbər bu gün üçün xəstəxanada həkimlik və müalicə işində oxuduğu ixtisaslarla kifayətlənir. Lakin həmin həkim hər hansısa bir maliyyə, hər hansısa bir satın alma, hər hansısa bir marketinq, keyfiyyətə nəzarət, hər hansısa bir inzibati işlər üzrə təsərrüfat işləri olsun. Bunun yanı sıra bir sıra işləri, statistika olsun, planlama olsun. Bu işlərdən, bu ixtisaslardan, bu dərslərdən məlumatsız olurlar. Bu da nəticədə rəhbər olan hər hansı bir həkimin, gələcəkdə rəhbərlik elədiyi xəstəxananın mı deyək, bir səhiyyə qurumu mu deyək, gətirir iflasına səbəb olur. Səhiyyə menecmenti nə üçün vacibdir? Çünki bugünkü gündə resurslar məhduddur. Ehtiyaclar isə sonsuzdur. Və hər hansısa bir veriləcək qərar birbaşa hər hansısa bir maliyyə etkisi deyil, insani ola bilir. Bu da onun üçün səhiyyə menecmentində doğru planlama ilə, doğru işlərlə, vaxtında verilmiş qərarlarla bu insani itkilərin qarşısı alına bilər. Səhiyyə menecmentinin digər menecmentlərdən fərqi nədir? Təbii ki, içərisində menecment var, amma burada bir xüsusi bir fərq var. Burada bizim əsas düşünəcəyimiz amillər idarəetmə klassik formada həyata keçirilmir. Burada biz tamamilə fərqli formada düşüncə olmalıdır. Çünki bu hər hansısa bir xəstəxana meneceri, hər hansısa bir xəstəxana rəhbəri burada bir iqtisadçı kimi düşünməlidir, hüquqşünas kimi məsələyə baxmalıdır, bir həkimlə, bir tibb bacısı ilə onun kimi məsələyə, xəstəyə qayğıkeş olmalıdır və bunun yanı sıra empati etməyi bacarmalıdır. Bu istiqamətləri hamısını düşünə bilən, artıq bunların hamısını özündə cəmləyə bilən bir şəxs artıq düşünürəm ki, yaxşı səhiyyə menecmenti olaraq da, səhiyyə meneceri olaraq da fəaliyyət göstərə bilər. Nümunə üçün deyə bilərəm ki, hər hansısa bir istehsalda bir gecikmə yarana bilər, hər hansısa bir istehsalda bir gözləmə yarana bilər. Lakin səhiyyədə bir gecikmə, bir xəta, bir gözləmə bu artıq insan həyatı ilə başa gəldiyindən burada səhv etmə, gözlətmə, hər hansısa bir gecikmə bu hallar düşünməməlidir. Nümunə üçün hər hansısa bir oteldə bir qonağı gözlədə bilərik, hər hansısa bir restoranda yemək gecişə bilər. Amma insan sağlamlığına aid olan bir məsələdə biz artıq burada heç bir zaman gözləmə, təxirə salma, bir ciddi bir xəta, səhv bu yol verilməzdir. Eyni zamanda demək olar ki, digər sahələrdə təbii ki, ilk öncə müştəri məmnuniyyəti vacib faktordur və mənfəət birinci faktor olaraq qurumlarda qazanc düşünülür. Lakin səhiyyədə prioritet olan və vacib məsələlər xəstə təhlükəsizliyidir, kliniki fəaliyyətdir,
xəstənin belə deyək, konfidensiallığıdır, məhrəmiyyətidir. Bu məsələlər səhiyyədə prioritet olaraq da düşünülməlidir. Səhiyyədə iqtisadi baxış niyə vacibdir? Çünki səhiyyə bahalı bir sektordur. Lakin yanlış idarə olunan səhiyyə daha da bahalıdır. Nümunə üçün demək olar ki, səhiyyədə hər zaman təbii ki, müalicə işi, tibbi, insan sağlamlığı əsas mövzudur. Lakin burada mövzunun ümumi, geniş, böyük çərçivədə baxdıqda burada iqtisadi baxış çox vacibdir. Çünki nəticədə bir sistemin idarə olunub bilməsi hər hansısa bir vəsaitlə, pul ilə, hər hansısa bir investisiya ilə, hər hansısa bir təchizatla idarə olunduğundan burada iqtisadi baxış çox vacibdir. Bir çox zaman bir çoxumuza şahidik ki, özəl tibb müəssisələri və ya dövlət tibb müəssisələri inkişafda olmurlar, hər hansısa bir dotasiyadan dövlətdən asılı olurlar və ya özəl tibb müəssisələri açılır, qısa bir müddətdə qapanır. Bunun çox sadə bir cavabı var. Xəstəxana rəhbərləri iqtisadi baxış etmirlər. Bu nədir? Hər hansısa bir xəstəxana rəhbəri maliyyə hesabatlarını düzgün etməlidir, təchizatına düzgün nəzarət etməlidir, statistikalara düzgün baxış eləməlidir, bunlarda dəyişkənliklərə diqqət eləməlidir. Eyni zamanda xəstəxananın başladığı yerdən keçdiyi dönəmlərdəki bəlli bir artımlara, enmələrə ciddi riayət eləməlidir ki, həmin o xəstəxana başladığı dövrdə və gəldiyi dönəmdə nələr itirib. Bəzən ola bilər, hər hansısa bir xəstəxanaya çox yaxşı həkimlər işləyə bilər, çox yaxşı tibb bacıları, çox yaxşı rəhbəri belə ola bilər, bina çox yaxşı ola bilər, hər hansısa bir xəstəxananın cihazları, avadanlıqları çox yaxşı ola bilər. Amma nəticədə baxırıq ki, xəstəxana gəlir, süquta uğrayır, iflas edir. Bunun səbəbi nədir? Doğru şəkildə iqtisadi planlaması olmur. Bu gün üçün hər hansısa bir xəstəxana rəhbəri bir işinə başlayırsa, mütləq şəkildə planlama eləməlidir. Mən xəstəxanam hansı vəziyyətdədir və hara gedəcəyəm? Hansı resurslarla hara gedəcəyəm, nə edəcəyəm, kimlə edəcəyəm? Bunların hamısını öncədən planlamaq vacibdir. Düşünürəm ki, təbii ki, bir çox yoldaşlar da deyəcək ki, hə, xəstəxanadır. Xəstəxananı bir həkim idarə etməlidir. Okey, olsun, amma bir idarə etmə oxuyan, səhiyyə menecmenti oxuyan həkim idarə eləsə, bu daha da belə deyək, türklər demiş, tadından yenməz. Bu gün üçün səhiyyə meneceri bir iqtisadçı kimi bir prosesə baxdıqda hər hansısa bir resursu, hər hansısa bir xərci ağıllı xərcləməlidir. Çünki burada resurslar kifayət qədər azdır və doğru, ehtiyacı olan insanlara xərcləməlidir. Bu gün səhiyyədə, dünyada da bu tendensiya var. Səhiyyəyə nə qədər də pul qoyuşu olsun, investisiya qoyulsun, bu heç bir zaman çatmaya bilir. Çünki bu resurslar insan sağlamlığında o qədər geniş bir istiqamətdə inkişaf edib ki, texnologiyası olsun, digər şeylər olsun, burada resursa bəzən çatmaya bilir. Amma indiki günümüzdə səhiyyə menecerləri vaxtında nəyə xərcləməlidir, nə zaman xərcləməməlidir, nəyə, hansı zamanda xərcləməlidir və nə zaman dayandırmalıdır, bunları düşünməlidir. Düşünürəm ki, bunu doğru şəkildə etdikdə bu artıq bizim vətəndaşların, pasiyentlərin deyək, artıq onların cibini qorumuş olur, onların xərclərini azaldır səhiyyə istiqamətində. Hər hansısa bir müəssisənin lazımsız xərclərinin qarşısını alır. Bu da təbii ki, ümumi bir iqtisadi baxış açısından həm xəstəxanaya fayda verir, həm də səhiyyə sahəsində görülən bu işlər uzun ömürlü və faydalı olur. Bu iqtisadiyyatda da belə bir termin var. Az xərclə daha çox fayda əldə edərəkdən düşünürəm ki, daha uğurlu ola bilirlər. Gələcəyin səhiyyə menecerləri necə olmalıdır? Təbii ki, bu günümüzdə bu ixtisas bizim ölkəmiz üçün xüsusən biraz yenidir. Hətta bir çox insanlarımız belə bir ixtisasın var olduğunu belə bilmirlər. Mən öz təcrübəmdən nümunə gətirə bilərəm ki, mən bəzən bir xəstəxanada işləyirəm, filan bir vəzifədəyəm dedikdə deyirlər ki, həkimsən. Çünki hər kəs düşünür ki, xəstəxananı həkimlər idarə etməlidir. Çünki bizim alışdığımız buydu. Bizim əvvəlki Sovet dövründə olan xəstəxana idarə etməsində bir strukturunda ən üstdəki rəhbər baş həkim olurdu. Və baş həkim mütləq şəkildə həkim olmalı idi. Ona görə də insanların düşüncəsində hər zaman xəstəxana rəhbəri bir həkim olaraq formalaşır. Amma artıq bu dünyada da bu tendensiya hazırda belə deyil. Günümüzdə də bu ixtisas Azərbaycanımız üçün də yenidir. Gənclər də kifayət qədər maraq göstərirlər buna. Və düşünürəm ki də hazırda bu sahədə oxuyub və gələcəkdə bu sahədə çalışa biləcək səhiyyə menecerləri mütləq şəkildə kabinetlərində oturan xəstəxana rəhbərləri, səhiyyə rəhbərləri olmayacaqlar. Onlar datanı oxuya bilən, onlar süni intellektlə işləyə bilən, onlar keyfiyyətə nəzarət sistemlərini, bütün standartları tam bilə bilən,
Onlar statistik göstəriciləri ilə qərar verə bilən rəhbərlər olacaqdır. Çünki hazırda indi mən görürəm və indi də belədir. Bir çox qərarları verəndə hər hansısa bir hadisəyə uyğun verirlər. Amma bu yanlışdır. Hər hansısa bir hadisəyə uyğun deyil, hər hansısa bir dataya, hər hansısa bir belə deyək, əldə olan bir rəqəmlərə görə qərar vermək daha doğrudur. Təbii ki, bir şeylər də ölçmək ən vacibdir. Çünki ölçmədiyimiz bir şeyi heç vaxt idarə edə bilmərik. Eyni zamanda gələcəyin səhiyyə menecerləri tək intellektual zəkası deyil də emosional zəkaları inkişaf etmiş rəhbərlər olmalıdır. Bu nədir? Bu hər hansısa bir həkimlə eyni dili danışa bilən rəhbər olmalıdır. Eyni zamanda hər hansısa bir tibbi məsələni başa düşə biləcək, hər hansısa bir hadisəyə öz hadisəsi kimi yaxınlaşa biləcək, sübut əsaslı işlərlə qərar verə bilən bir rəhbərlər gələcəkdə formalaşacaqdır. Düşünürəm ki, bu ixtisas Azərbaycanda da az olsa da, düşünürəm ki, hazırda ölkəmizdə bu istiqamətdə bu kadrlar az olsa da, gələcəkdə bu istiqamətdə oxuyan kadrlar, gənclər yetişəcək və ölkədə həqiqətən də bu alışılmış müasir metodlarla idarə olunan səhiyyə sistemləri görəcəyik. Çünki hər hansısa bir səhiyyədə görülən bir az işləri var, bir də var ümumi bir sistemin özü var. Tək səhiyyə menecmenti tək xəstəxana idarəçiliyi deyil. Bu ümumi səhiyyə sisteminin %50-sidir. Burada ictimai səhiyyə var, səhiyyə təhsili var, səhiyyə siyasəti var, səhiyyə politikaları var. Çünki bunların özü də birbaşa təsir edə bilir. Siz ən yaxşı xəstəxana idarə edən bir şəxs olun, səhiyyə sistemində doğru qurulmayan sistem varsa, siz o çarxda hər zaman dönə bilməyəcəksiniz. Biraz döndükdən sonra təkrar geri dönəcəksiniz. Çünki sistemin özü çox vacibdir. Doğru sistem qurmaq lazımdır. Doğru reformlar eləmək lazımdır səhiyyədə. Edilən işlər də, edilən planlar da təbii ki, səhiyyədə bunu deyə bilərəm ki, edilən işlər, planlar qısa dönəmdə heç vaxt görünmür. Bu həmişə uzun dönəmdə öz faydasını görür. Bunu istər-istəməz sistemin özü, faydalılığı, vətəndaşlardan gələn məmnuniyyət və ümumi olaraq da statistikalardakı sağlamlıq göstəricilərinin yaxşılaşdırılması uzun dönəmdə faydasını verə bilər. Son dönəmlərdə xüsusən ölkəmizdə səhiyyə sahəsində kifayət qədər yaxşı işlər görülür, istər özəl, istər dövlət tərəfdə və bunların hamısının ən vacib, ən mərkəzdə duran bizim insanlarımızın, vətəndaşlarımızın, pasientlərimizin məmnuniyyətidir. Əgər bir pasientlərimiz burada məmnun olmursa, nə qədər yaxşı iş görək, bunların hamısı boşa gedir. Amma təbii ki, vətəndaş məmnuniyyəti, insanlarımızın məmnuniyyəti səhiyyə sahəsində çox vacibdir, ən vacibdir. Lakin bir faktor da var. Xüsusən son dönəmlərdə baxırsan ki, həkimlər üzərinə çox hücumlar olur. Amma bir şey düşünməliyik. Həkimlər də insandır. Həkimlər də birimizin qardaşı, birimizin atası, birimizin anası, birimizin əmisi, bacısı. Yəni özümüzük, həkimlər də bizim ailədən, onlar fərqli deyillər. Onlar da sadəcə bu ixtisası, bu belə deyək, müqəddəs ixtisası oxumayıblar ki, gəlsinlər bu əziyyətin çəksinlər. Biz də onlara dəstək olmalıyıq əslində. Həm ölkə olaraq, dövlət olaraq, həm də vətəndaşlar olaraq həkimlərimizi qorumalıyıq. Çünki yaxşı həkim sayı da azdır əslində ölkəmizdə. Onları qorumasaq, onlar da bu sahədən küsə bilərlər, inciyə bilərlər. Əksinə onları biz əl üstündə tutmalıyıq. Onları biz daha diqqətdə saxlamalıyıq hər zaman. Çünki biz onları diqqətdə saxladıqda artıq insanlar da bilirlər ki, yaxşı həkim olan diqqətdə qalır və gənclər də, tələbələr də artıq yaxşı həkim olmağa həvəslənirlər. Düşünürəm ki, biz vətəndaşlar da həkimlərimizi yaxşı başa düşməliyik. Xüsusən də səhiyyə menecerləri də həkimlərə bu istiqamətdə onların hüquqlarının qorunmasında kifayət qədər işlər görməlidir, onların yanında olmalıdır. Hər zaman təbii ki, həkim səhvi də ola bilər, həkim yanlışı da ola bilər. Bu o demək deyil ki, bütün həkimlər yaxşıdır, hər bir hal ola bilər. Səhiyyə meneceri, xəstəxana rəhbəri və bu istiqamətdə çalışan menecerlər mütləq şəkildə həkimlərin yanında olmalıdırlar. Hər hansısa bir səhvdə belə hüquqi qorumaya almalıdırlar onları. Təbii ki, bir yanlış varsa onları doğru yola gətirməlidirlər. O demək deyil, bir həkimdirsə ola bilər, bir yanlış yola da gedə bilər. Bu doğru yola gətirmək xəstəxana rəhbərinin birbaşa məsuliyyətində olan bir şeydir. Bəzən bunu da təbii ki, düşünmək üçün bir empatiya eləmək lazımdır, onu düşünmək lazımdır, onunla eyni fikirlərdə olmaq lazımdır. Səhiyyə menecerlərdə mütləq şəkildə belə düşünən insanlar olmalıdır ki, həkimlərimizi qoruya bilən insanlar olsun. Güclü səhiyyə sistemi təkcə yaxşı həkim, yaxşı tibb bacısı, tibb işçiləri ilə deyil, doğru qərar verilən menecmentlə qurulur. Məhz gələcəyin səhiyyəsini xilas edəcək olan şəxslər bu görünməyən liderlər olacaqdır.